Yeni ilə deyirlər, birlikdə deyək, gəl. Yenimiz. Yox, Ha. gəl, birlikdə. Yeni ilə deyirləri sınayırıq. Hədiyyələri nədir? Təzdən. Hə. Yeni ilə deyirləri sınayırıq. Videoya xoş gəlmisiniz. Necəsiniz? Gününüz necə keçir? Birinci videoda məni çox istədiniz və mən qarşınızdayım. Bacımla yenə birlikdə. Dostlar, qarşınızda 3 dənə yeni il hədiyyəsi var. Mənə hər zaman bunların heç maraqlı gəlir ki, görəsən qiymətinə dəyərmi hədiyyələr var, ya necədir? Cinnet getireceğim ha. Tamam, sakin. Bu da buradan laf ediyor. Laf diyeceğim burada bak şimdi. Yapma böyle ama. Geliyorlar ama. Burada da çekimiz var. Ucuzdan bahalıya gedək birinci, mən elə deyirəm. Ən ucuzumuz budur və 2 manat dəyəri var. Bunları qırağa alaq və bunu açaq görək. İçinə dəyər hədiyyələrim var. Amma gözlədim ki, o daha ucuz gəlir, amma qablaşdırmağa görə. Boşaldaq belə. Uşaqlar, 4 dənə. dolandırıldıq. Bax, sənə deyimdə maksimum nə qədər olar? Kökə 30 qəpik. 30-40 qəpik maksimum. Yəni bu da 40-50 qəpik, lap maksimum lap hesab. 40 qəpik. 20 qəpik, yəni heç 20 qəpik də yoxdur da, bu çəkisi çox yüngüldür. 20, 30, 50. Bu da lap 50, 1 manat. Bu da 20 qəpik. 1.20. Nə qədər verirsən? Amma bunun da qutusu var da. Lap olsun, qutusu da ölçüsü lap 50 qəpik. Bu nədir? Kart, nəsə kart var. Bir dənə bunu açaq maraqlı gəlir mənə. Neçə almısan? 2 manat. 2 manat. Hardasa bax, bir 50 qəpik zət xeyirdir. Azdır. Bir dənə içinə hədiyyə çıxıb. Futbol kartları olurdu. Amma bu nəsə qəribə bir şey. Dostlar, içindən belə bir kartlar çıxdı. Kapibaradır da bu. Kapibara. Kapibaradır, bax. Hə. Belə oyuncaqlar görmüşdüm, kartını da 2 dəfə görürəm. Gəl bunları kənara ataq. İndi keçək növbəti. Bunları yoxlamayaq. Yox. Yaxşı. Bunu indi açaq. Bunu açmaq istəyirəm. Aç. Bunun qiyməti məktub qutu budur, yox. Deyil, məktub qutu olur. Kapibara, kakao, çöp, papitadin. Yeni il hədiyyə qutu. Bu 6 manatdır. Bu 6 manatdır qiyməti. Baxın, belə bir qutusu var. Qutusu yenə yaxşıdır. Heç Qabaqlaması qutusuna nəsə qoyma olar mı? Bax, bağlayıb. Aha, indi gəl bunu hesablayaq. 30 Kökə. qəpik. Yenə kökə. Bu da 30 qəpik. Bu nədir? Şar. Hə, şar. Şarı yenə biraz bahalı. Lap 50 qəpik. Nə 50 qəpik, nə bileyim, bilmirəm. 1 manat olar, 1-2 manat olsun lap. Yaxşı, bax 30 qəpik, 30 qəpik 60. Lap olsun manat. 1 manat. Hə, 1 manat. 50-dən hesablamışdıq. 1.50. Bu da Tutqunun söyüşlü versiyası. Toplasan 2 manat, 2 manat 50 qəpik. Bu da bunun da lap, qutusu var, hə. Lap qutusuna da nə bilim. Bu da 2 manat olsun. 4.50 yenə də. 6 manatdır da, yəni uşaqlar. Dolandırıldıq yenə. Keçək indi 3-cüyə. Bəli. Yəni nə bilim. Dəyməz. Yəni amma biz video xəttindən yoxlayırıq görüm. Sizin üçün almağa Əslində maraqlıdır da, alırsan, sınayırsan. Mən bunun içindən gözləntilərim var. Burada nəsə görmək olur uşaqlar, amma biz baxmırıq da. Bəli, maraqlı. Nə gözləntin ola bilər bundan sənin? Nə bilmirəm. Hədiyyə hamısına hədiyyə çıxır da. Məsələn, birindən şar çıxdı, birindən kart çıxdı. Sənin nə gözləntin var? Məncə bu bayaqdan da fikir verirəm. Duzlu içinə qoymayıblar. Məncə duzlu nəsə olacaq onun üçün. Mən də gözləyirəm və hədiyyə gözləyirəm mən bundan, nəsə hədiyyə. Çünki bunun qiymətini deyim sizə. Bunun qiyməti 7 manatdır. Yaxşıdır. Gəlin açaq. Böyüklüyünə görə yaxşıdır. Onda prosta bu var idi. Belə açılır. Maraqlıdır. Dostlar, nə var? Göstərim, göstərməyim. Yox, göstərim, maraqlı. Gəlin onları atıram belə. Aha. Buna bax. Nə? Necə belə
Reklama getməzsən, belə əyləncə mərkəzinin kartı Əyləncə var. mərkəzi. Bunu Fon ataq. kartı. Dostlar, yenə kökə 30 qəpik. Bu dəfə oydu, bu nədir? İranın vaflisi. İranın vaflisi, vafli quruyub qalıb da yəni içində. Yəni Lili, bu mən deyəsən bu hədiyyə qutularında ancaq Lili buraxılış olur. Ondan yeni nəsə gördüm bayaqları, deyil? Ayrı şey. Nə bayaqları? Hə, ancaq eyni markalar çıxır içindən. Barney'nin Təhqir olunmuş versiyası. Təhqir olunmuş versiyası. Şükür. Yox, duzlu bir sweetdir bu da. Bu da şirindir. Şirin kakroz. Bu nədir? Hə, bu duzludur. Torro. Ha, Torro bundan cipsi. yedim, bundan yedim. Bu bayaqsa. Hə. İçində 3-4 dənə şey. 40-50 qəpik yoxsa 20 qəpikdir, belə bir şey olmalı. Şöyle asmır eləyim. Göz haqqınızı alabilirim. Ben burada asmır eləyirəm mikrofona. Neyse de bir dəfə də götürsək qurtardı içindən. Bu qədər. Ama normaldır. Afiyet saxladım. Bir dənə hədiyyə var burada. Ya bunun içindən çıxanları hesablayaq. Onlar da yiyir. Hə, Yemirik. Mən Bu yeməyə gəlib bura. Yaxşı baxın, içindən bunlar çıxdı. Düzdür. 30 qəpik, 50 qəpik, 80, 30 qəpik, 1.10. 30 qəpik də olur. Lap 40 qəpik. Tuzludur bu. 30 qəpikdir bu. Yəni 40 qəpik kim verir bunu? Gəlib üstünə 10 qəpik qoyub krak salarım da. Nə qədər oldu? 1.60. 1.60 desən. Bu yenə kökə. 30, 1.90. Yox, 2 manat olsun. 2 manat 40 qəpik. 2 manat 20 Şey, qəpik. çokobis bu. 2.60. Nəyin təhqir olunmuş idi? Hələ çokopiyid də, çokopiyid. Yox. Hə də o idi. Adı vardı bunun. Mən yaddaşım o qədər şey deyil. Uşaq bunun adı var. Nəsə adı var idi bunun. Çokopiyid də. Hatta olsun 3 manat. Bilmirəm nə qədər oldu. Fikrim yandı. Bu Bu da da 40 olsun qəpik. 3.40. Yummy cake. Kickstar. Lap olsun 4 manat da. Vur çıx 4 manat. Hə bundan. Hədiyyəmiz var. Diş fırçası və belə bir yanda yenə hədiyyəsi var. Yenə öl vur tut, yenə bu biraz şeydir. Bu hə, sərfəlidir. 7 manatdır da bunun qiyməti və içindən bu çıxdı. Buna görə məncə dəyər də. Hə, dəyər. Uşaqları əyləndirərdi yenə. İçindən çox şey çıxdı. Məncə ən maraqlısı bu qutuları alırsan, sonra içini doldurursan elə bahalı şeylərlə də, daha belə ucuz şeylərlə yox. Elə daha məntiqlidir, nəinki belə. Nəysə dostlar, içindən bu çıxdı. Bunu da bilmirəm, yəqin ki kiməsə hədiyyə eləyərəm. Uşaqlardan birinə verərək də. Açmıram bunu ona görə. Açmayaq ha. Nə edək? Dostlar, videomuz bura qədər idi. Məncə alıb sınamağa dəyər. Yəni biz sınadıq, siz sınamayın. Videola bağlı fikirlərinizi bölüşərsiniz bizlə. Əgər başqa bir videonun ikinci hissəsini görmək istəyirsinizsə, yəni yenidən bir dənə qeyd və yenidən belə bir videolar görmək istəyirsinizsə, mütləq şəkildə şərh bölməsində qeyd edin. Bütün qutuların içindən lili çıxdı. Bir də bu lililərin məncə toz şəklində olanları var idi da. O lili idi. Kopyon dadını verir də. Ay da, çox pisdir. Sən ona fərq eləmir. Sən içər hamısını yeyəcək burada uşaq. Kamera arxasını görməlisiniz yəni. Görməsəz olar. Həqiqətən mən bunu içmərəm. Amma mən içəcəm. Video bura qədər idi. Bəyənib şərh yazmağı və əgər bu videoya 200 like gələrsə, videonun ikinci hissəsini çəkəcəyik. Bunu şərhlərdə bildirməyi də unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik. Sağ olun.